Dəyərli 11-lər, hər vaxtınız xeyir. Blok tipli sual izahına baxaq. 2 minus 2 kompleks ədədi trigonometrik şəkildə göstərilir. Yəni, bloka düşən populyar suallardan biridir. Fikir versəniz, biz ilk öncə deməli, trigonometrik şəkli qeyd edək. Yəni, z, modul z bərabər nəyə? R kosinus alfa üstəgəlsin i sinus alfa şəklində verilən ifadə trigonometrik şəkildə yazılışdı. Biz buradan birinci modulu, radiusu tapmalıyıq. Verilən ədədə fikir versəniz, çünki trigonometrik şəklə gətirməzdən əvvəl biz kompleks ədəd necə qeyd edirik? Z bərabərdir a üstəgəlsin bi. Bizdə a-nın yerində 2 dayanıb, b-nin yerində -2 dayanıb. A müsbət, b mənfi olan rüb hansı rübüydü? 4-cü rüb. Və 4-cü rübdə necə yazılırdı? 2 pi çıxılsın alfa. Biz alfanı tapacağıq, 2 pi'dən çıxacaq. İlk öncə gəlin r-i tapaq. R nəyə bərabərdir? Modulu nə idi? Kök altdan a kvadrat plus b kvadrat. Buradan bərabərdir. A bizdə 2'dir. Kök altda 2'nin kvadratı. Üzərinə gəlsin -2'nin kvadratı. Kök 8. Yəni 2 kök 2. Artıq bizim kompleks ədədimiz necə olacaq? Z bərabərdir 2 kök altda 2 vurulsun. Əsas məsələ indi biz bucağı tapaq. Bucağı deməli necə tapırdıq? Kosinus alfa bərabərdir. Deməli a bölünsün r. Sinus alfa bərabərdir b bölünsün r. Bizdə a var, düzdürmü? A neçədir bizdə? 2. 2 bölünsün 2 kök 2. Burada da -2 bölünsün 2 kök 2. Bu bizə verəcək. İxtisar getsə 1 bölünsün kök 2. Yəni kök 2 bölü 2. Bu da bizə verəcək. -1 bölünsün kök 2. Yəni -kök 2 bölünsün 2. Və 4-cü rübün kosinusu və sinusu olan bucaqlar. O zaman biz hesablasaq 2 pi'dən çıxmalıyıq nəyi? Kosinus alfa pi deməli kök 2 bölü 2 45 dərəcə. Yəni pi bölünsün 4. Bu da bizə nə verəcək? 2 pi'ni deməli 16 pi bölü 8 yazsam və yaxud heç ona ehtiyac yoxdur. Bu bizə nə verəcək? Orta məxrəcə gəlsəm 4'də 7 pi verəcək. Artıq alfanı biz aldıq. O zaman olacaq kosinus 7 pi böl 4 üstə gəlsin i sinus 7 pi böl 4. Bizim trigonometrik şəklimiz. Yəni doğru cavab olacaq A bəndi.